Mərkəzi Bank iqtisadiyyatı sürətləndirmək və yavaşlatmaq üçün faiz dərəcələrini dəyişə bilir. Lakin bu avtomobili sürmək kimi dərhal nəticə vermir. Niyə? Səbəbini izah edin. Bu gecikmələr nələrdən ibarət? Sualı təkrar edirəm. Mərkəzi Bank iqtisadiyyatı canlandırmaq, sürətləndirmək üçün və yaxud da yavaşlatmaq üçün faiz dərəcələri siyasətindən istifadə edir, dəyişdirə bilir. Lakin bu avtomobili sürmək kimi dərhal nəticə verir. Yəni qəpil artırmaq, qəpil kiçiltmək anlamında adət olanlara. Niyə? Səbəbi nədir və gecikmələr, yəni lağlar nədən ibarətdir? Vaxt gedir. Arkada oturanlar qonaqlarımızdır. Bunlar münsiflər heyəti qonaq qismində iştirak edirlər. İqtisadiyyat qrupu takım şəklindədir. Bir-iki nəfər qonaq var, ev yoxdur, onları nəzərə almalılar. Cavab kim verəcək? İqtisadiyyat qrupu. Mirabbas. Mərkəzi Bank iqtisadiyyatın inkişafını sürətləndirmək üçün faiz dərəcələrini aşağı salır. Bu zamanda yəni faiz dərəcələrini aşağı salmaq odur ki, 10% götürülən kreditlər indi olacaq 5% götürüləcək, banklara verəcək. Banklar da bu 5% aldıqları krediti 10, 12% verəcək. Yəni normal olaraq əvvəl 15% götürülən kreditlər indi 10% götürüləcək. Bu da insanların bankdan daha çox kredit götürməsi səbəb olacaq. Kredit götürəndən sonra bəziləri investisiyaya yatırım edib ölkənin inkişafına təkan verəcək. Bu da investisiya qoyan şəxsin hər hansı bir şəxs gedib müəyyən qədər kredit götürdükdən sonra şirkət açır və bu şirkət açması da müəyyən qədər müddət cəlb edir. Bu da həmin an nəticə verə bilməyə bilər. Və 2 il, hər hansı bir müəyyən qədər müddətdən sonra o şirkətin başa gəlməsindən sonra fəaliyyət göstərməsi həm işsizliyə, orada fəaliyyət göstərən şəxslər işsizliyin azalmasına, həm də ki, oradan götürülən ödənilən vergilər dövlətin xeyrinə təsir göstərəcək. Bu biraz müəyyən qədər müddət artıq deyə həmin an baş verə bilər. Yəni Bir də faiz artımı. Faiz artımı bəyan Təşəkkür edirəm. Logistika qrupunun cavabını alım. Deməli, siz dediniz ki, sürətli olaraq niyə effekt göstərmir? Bu uzun müddətli dövrə yayılır. Çünki məsələn faiz dərəcəsinin azalması ilə investisiya artır və pul dövriyyəsinin dəyişməyi, mənim də məsəl üçün faiz dərəcəsindən satış, alış eləməyim biraz vaxt göstərir. O pulun dövriyələməsi. Əlavə olaraq da Heydər də əlavə edəcək. Deməli, bura Keynesin faiz dərəcəsi effektini mən misal göstərmək olacaq. O faiz dərəcəsi investisiya, bir də ümumi tələb haqqında danışmışdı. Əlavə olaraq bunu deyək. Mən deyək ki, faizlər artı azalır bilər. Bu zaman kreditlər də artır və yaxud azalır, onun əsasına uyğun olaraq. Sonra deyişməlidir, faizlər, kreditlər artanda texnologiyalar azalır. Bu da deməli investisiyaların azalmağa səbəb olacaqdır. Buna görə deməli, həmin an adi azalır, yəni ümumi tələb, məcbur tələb daha doğrusu azalacaqdır. Əgər belə deyək ki, faiz dərəcəsi azalanda burada olan investisiya çox olacaqdır. O zaman da əqli qiymət, yəni məcbur tələb artacaqdır. Yəni bunu da misal göstərmək olacaq. Yəni bununla da əlaqəlidir. Hərəsindən 0,5. Hani video için yazmış.